Herkese salam. Sizləri növbəti trading, kripto trading dərsimizdə görmək üzrə çox şadam. Bu dərsimizdə biz öyrənəcəyik futures ticarəti necə həyata keçirilir. Hətta sən 0 dərəcəsində belə biliklərə sahibsənsə, bu videoya baxmaqla kifayət qədər çox məlumat əldə edəcəksən. Sən artıq anlayacaqsan necə bazarın yüksəlişinə doğru pozisiya açmaq lazımdır. Necə bazar əgər aşağı gedirsə, qiymətlər yenirsə, burada necə qazanc əldə etmək lazımdır və ümumiyyətlə sənin ehtiyac duya biləcəyin futures ticarəti ilə bağlı bütün məlumatları bu videoda sən tam formatda əldə edəcəksən. İyondur ki, keçək mətləbə. Əgər biz Binance hesabımıza daxil olduqda bizim iki istiqamətdə əsasən ticarət etmək imkanımız var. Biri spot ticarətidir. Baxın, menyudan biz spot hissəsinə gəldikdə burada biz tokenləri alırıq. Məsələn, hansısa bir kripto aktivə sahib oluruq, deyək ki, bitcoin alırıq və bu qiyməti artıq aşağı gedirsə tokenin bizim almış olduğumuz məbləğ də müvafiq olaraq dəyərini itirir və yaxud da ki, qiymət yuxarı gedirsə bizim almış olduğumuz həmin o token miqdarı da müvafiq olaraq qiymətini artırmış sayılır. Və yaxud da ki, yuxarıdakı menyudan futures üzərinə gəlib USDM futures bölməsinə keçdikdə bu o deməkdir ki, biz artıq kontraktları ticarət edirik. Yəni ki, biz artıq tokenə sahib olmuruq, lakin qiymətin yuxarı və yaxud da ki, aşağı gedəcəyinə proqnoz veririk. Əgər ki, biz doğru təxmin ediriksə, deməli, bizim müvafiq olaraq da qazancımız və yaxud da ki, itkimiz həyata keçirilir. İlk öncə onu demək istəyirəm ki, futures ticarətinin spotdan fərqi odur ki, biz bazarın aşağı yönümündən də gəlir əldə edə bilərik. Necə ki, eyni ilə onun yüksəlişindən də. Əgər ki, biz ilk növbədə qıraqdakı menyu ilə tanış olmağa başlasaq, biz burada görürük ki, yuxarı hissədə bizdə limit bölməsi seçilibdir. Limit bölməsi o deməkdir ki, burada mən hansı qiyməti yazsam, məsələn, indi baxır ki, Solana 133 dollar ətrafında ticarət olunur. Məsələn, mən bura yazsam ki, 130 dollar, deməli, daha aşağıda yazacağım koordinatlar 130 dollara tuş gələndə artıq həyata keçiriləsi olan pozisiyanın koordinatlarıdır. Və yaxud da ki, market bölməsinə keçid ala bilərik. Burada mən 100 dollar qeyd etsəm, fərq etməz qiymət bu dəqiqə nədir? Əgər mən pozisiyanı açsam və yaxud da bağlasam, həmin bu 100 dollarlıq miqdarda olacaqdır. Gəlin, mən buradan X dərəcəsini birinci seçim, birinci çiyin. İndi keçəcəyik, bu nə deməkdir? Deməli, mən burada 100 dollarlıq pozisiya açıramsa və üzü yuxarı doğru qiymətin gedəcəyini təxmin edirəmsə, o zaman buy long klik etməliyəm. Yox, qiymətin aşağı gedəcəyini proqnozlaşdırıramsa, o zaman sell short klik etməliyəm. Fərz edək ki, mən buy long klik edirəm. Bunu skip edirik biz. Və avtomatik olaraq aşağı yensək, görürük ki, bizim pozisiyamız açıldı. Deməli, 133 dollar 69 sent bizim giriş qiymətimizdir. Hal-hazırda 133 dollar 73 sent olduğu üçün biz artıq 2 sent, hətta 3 sent belə görürsünüz ki, gəlirdəyik. Qarşı hissəsindəki marketi klik etdikdə biz artıq birbaşa hazırki gəlirimizi götürmüş oluruq. Daha qarşı hissəsində isə TPSL formatında qeyd olunan hissədə qeyd edə bilərik. Məsələn, mən fərz edək 140 dollarda gəlirimi götürəcəm. Bir dəqiqə. 140 dollar, bu eləyir 4 dollar 66 sent və deyək ki, 130 dollarda da itkim yaşamağa hazıram. Bu da eləyir 2 dollar 73 sent. Bu hissədən biz də artıq əvvəlcədən xeyir götürəcəyimiz və itki yaşaya biləcəyimiz levelləri təyin etmiş oluruq. Qeyd etdikdə axırı görürsünüz ki, qarşısında belə bir göstəricilər əmələ gəldi və bu tip yol ilə biz pozisiyalarımızı açıb həyata keçirdirik. Bu hissədə biz bitcoin almırıq. Bu hissədə sadəcə olaraq hesabımızdakı USDT ilə artıq ticarət edirik futures kontraktlarını. Məsələn, hazırda görürsünüz ki, biz 4 sent artıq minusdayıq. Məsələn, qiymət biz açdığımız yerdən, deyək ki, baxın, bu hissəyə gəlin. Biz deməli, qiyməti açmışdıq, pozisiyamız 133 dollar 69 sentdən. İndi isə qiymət 133 dollar 62 sentdir. Avtomatik olaraq biz artıq 5 sent, deyək ki, minusdayıq. Bu hissədən artıq marketi klik edərək mən razılaşıram. 5 sent minusa razılaşaraq pozisiyamı bağlamış sayılıram.
Bu sadəcə olaraq giriş bir məlumat idi ki, siz başa düşəsiniz necə pozisiya açılır. Lakin bütün bu işin incə sənəti, yadda saxlayın, bütün bu işin incə sənəti sizin maksimal dərəcədə professionalcasına itki yaşamağınızı, necə deyərlər, həyata keçirməkdir. Yəni siz hər dəfəsində qərar verməlisiniz ki, mənim itkilərim gəlirimdən çox olacaq, diqqətlə qulaq asın nə deyirəm. Lakin ümumilikdə mənim əldə etdiyim az dəfələrdə gəlir, miqdar olaraq itkilərimi də bağlayacaqdır və məni hətta gəlirə çıxaracaqdır. Bunun üçün nə etmək lazımdır? Diqqətlə baxırıq ekrana. Bunun üçün mütləq şəkildə bizim bir strategiyamız olmalıdır. Həmin o strategiyaya biz əlavə etməliyik risk menecmenti, RM yazıram bura. Və yalnız bu bizi uzun vadədə plusa, yəni gəlirə çıxarda bilər. Məsələn, bu hissədə baxıram ki, mənim 458 dollar USDT ətrafında balansımda pul var. Əgər burada da balansı artırmaq istəsəniz, qarşısındakı işarəyə klik edirsiniz. Spot bölməsi birinci seçilir, USD Futures aşağıdakı və USDT-ni seçərək ümumi sizin spot balansınızda olan USDT miqdarını keçirə bilərsiniz future ticarətinə. Deməli, qayıdıram mən bir əvvələ. Cross marja var burada və isolated var. Cross marja o deməkdir ki, mən pozisiya açacağım. Pozisiyam minusa getdikcə, baxın, minusa getdikcə və yaxud da ki, plusa getdikcə, aşağıdakı kimi və yaxud da canlı açdığınız kimi, həmin bu 458 dolların canlı şəkildə artmağı və azalmağı ola bilər. Yəni, birbaşa mənim riskim əlaqəlidir mənim depozitimlə. Isolated o deməkdir ki, əgər izolyasiya olunmuş marjası mən seçsəm, fərz edək ki, mənim 100 dollarlıq bayaqki kimi açdığım bir pozisiya var və bu hər dəfə minusa getdiyində və ya plusa getdiyində həmin bu 100 dolların içərisindən artıq xərcləmiş olacaq ki, bu minus 98 göstərilə bilər və yaxud da ki, plus 102 göstərilə bilər, əgər biz 2 dolları nümunə kimi götürsək. Ümid edirəm, bura kimi izah edə bildim. Əksər hallarda biz cross marja istifadə edirik, yəni ki, birbaşa bizim büdcəmizlə əlaqəli olsun, lakin stop loss istifadə edərək. Nə deməkdir stop loss? Biz heç vaxt bilə bilmərik birjada nə baş verəcək. Bu dəqiqə, məsələn, hansısa bir hadisə oldu, hansısa bir müharibə şəraiti oldu dünyada, kimsə kiməsə bomba atdı. Müəyyən dərəcədə bizim analizimiz artıq biz istəyən kimi proqnoz verdiyimiz kimi həyata keçməyə bilər. Bu səbəbdən dolayı biz özümüzü sığortalamalıyıq. Bunun üçün bir düstur var, sizinlə paylaşıram, diqqətlə qulaq asın. Deməli, biz əgər ki, hər dəfəsində eyni bir miqdarı ticarət etsək, itirməyə hazır olsaq, fərz edək ki, bu miqdar 10 dollardır. Fərz edək ki, bu miqdarı biz itirməyə hazırıq və hər dəfəsində də 3 dəfə bundan çox gəlir götürməyə fokuslanırıq. Baxın, bu hissəndə mən 3 yerə bölüm. Yəni ki, hər dəfəsində itirməyə hazır olduğumuz, baxın, bu hissə arasında bu gəlir götürəcəyimiz hissə 1-in 3-ə nisbətində olmalıdır. Yalnız bu halda, əgər biz belə ticarət etməyi bacarıqsa və hər dəfəsində məsəl üçün 10 dollar risk ediriksə, bizim hər 10 ticarətdən deyək ki, 7-si uğursuz alındı. 7-si, bu bizim üçün edir 70 dollar artıq itki, 70 dollar itki və deyək ki, hər o 10 ticarətdən 3-ündə də biz uğurlu olduq. Bu da ümumilikdə hər birində 3 dəfə çox qazanca fokuslandığımız üçün deməli 90 dollar gəlir əldə etmişik, hər dəfəsində 30 dollar gəlir əldə etməklə. Bu da bizim gəlirimizdir. Deməli, 90 dollar gəlirimizdən biz 70 dolları çıxdıqda, biz ümumilikdə 20 dollar gəlirdə qalmış oluruq. Deməli, bizə nə kömək etdi? Həmin bax bu düstur. Çünki biz bilmirik bazarda nə baş verəcək. Biz çünki gündəlik ticarət edirik və yalnız bu düstura sadiq qalaraq biz artıq gəlirlərimizi götürə bilərik. Və bu düstura yalnız əgər biz daha sonra strategiyamızı əgər
əlavə ediriksə, elə STRG mən yazıram, deməli bizim artıq hər 10 ticarətdən 4-ünü, 5-ini uğurla başa vurmaq imkanımız əmələ gəlir. Uzun sözün qısası, indi sizə göstərəcəyim düstur bizə kömək edir ki, hər 10 ticarətdən 7-sini biz uduzaq, itirək, itki yaşayaq, cəmi 3 dənəsini biz pozisiyamızı uğurla bağlamaqla həmin o 7 dəfəsində itirdiyimiz pulu da qaytarmış oluruq, üstəlik gəlirə də çıxmış oluruq. Bu işin incə sənətidir. Bu işin yeganə qaydasıdır. 100 illərdir professional treyderlər tərəfindən istifadə olunan düsturudur. Odur ki, indi keçək biz hesablamağa necə bəs bu pozisiyamızı biz həmin indiki məsələn vəziyyətdə salanla ticarət edərək həyata keçirməliyik. Əgər biz biraz aşağıda düşsək, bu hissə biz crossu başa düşdük, keçirik növbəti hissə çiynlər bölməsinə. Məsələn, burada biz 100-cü çiynə kimi seçə bilərik. Əgər ki, mən burada, məsələn, 100-cü çiyin seçsəm, confirm etsəm, yəni ki, mənim hal-hazırda balansımda nə qədərdirsə və onu mən 100%-ni ticarət etmək istəsəm, hazırki 458 dollarıma görə hələ 100 qat da çox mənə 45.850 dollarlıq pozisiya açmaq imkanı verilir. Lakin bu işin təhlükəsi nədədir? Əgər ki, mən bunu 100-cü çiyin seçirəmsə, çiyini həmişə necə hesablamaq lazımdır? 100% bölürük biz seçdiyimiz çiyin dərəcəsinə, məsələn, bölgü belə yazaq, deyək ki, 100-ə. Bu nə qədər edir? Bu o deməkdir ki, bərabərdir, mənim dostlarım, 1%. Yəni ki, əgər ki, mən bir çoxlarının buraxdığı səhvdir bu, bütün dünyanın buraxdığı səhvdir bu, 100-cü çiyin seçərək bütün depozitimi istifadə etsəm, bu o deməkdir ki, mənim açdığım nöqtədən etibarən, deyək ki, mən long pozisiya açmışam, əgər ki, bazar mənə tərs istiqamətdə 1% hərəkət etsə, mənim bütün balansım artıq yanacaqdır. Bu məqamda diqqətli olmaq lazımdır. Bu çiyini biz necə istifadə etməliyik? Çiyin bizə faydalı olmağı üçün, həmin bu X-in bizə faydalı olmağı üçün biz ilk növbədə hesablamalıyıq nə qədər risk edəcək. Məsələn, yuxarıda göstərdiyim kimi 10 dollarımı risk edirik, 20 dollarımı risk edirik, 50 yoxsa ki 100 dollar. Həmin bu risk mütləq şəkildə hesablanmış olmalıdır bizim balansımızdakı pula müvafiq olaraq. Adətən 2%, 1%. Yəni ki, bizim balans nə qədərdirsə, onun 2% qədər risk edirik. Əgər ki, mənim balansım deyək ki, 500 dollardırsa, 2% onun 10 dollardır. Yəni 10 dollar mən risk etməyə hazıram. Niyə? Çünki 500 dollarımı mən ona böldükdə 50 ticarət edir. 50 ticarət etmək imkanı isə mənə artıq şərait yaradır, gəlirə çıxa bilim. Həmin o yuxarıda göstərdiyim düstur üzrə hər 10 dəfəsindən 3-ündə mən yanıla bilim. Bir şey də nəzərdə saxlayın ki, bu o demək deyil ki, məsələn, mən bu götürdüm, bax, bu düsturu, bir dəfəsində Bitcoin-i ticarət etdim, məsələn, minus getdi məndə, ikinci dəfəsində Solana'nı ticarət etdim, minus getdi məndə, üçüncü dəfəsində də deyək ki, Ethereum-u ticarət etdim, minus getdi məndə. Bu yanlış düşüncədir. Biz belə etməməliyik. Hər bir token üçün 10 ticarət nəzərdə tutulur. Yəni ki, bir dəfə Bitcoin ticarət etməklə, ikincini də Solana ticarət etməklə biz bu düstura sadiq qala bilmərik. Mütləq şəkildə bir tokeni 10 dəfə ticarət etməklə hər 10 dəfəsində 3-ünü uğurla başa vurmağı, yəni 3 pozisiyamızı uğurla başa vurmağı həyata keçirməyə fokuslanmalıyıq. Yəni ki, əgər mən artıq Solana'da ticarət edirəmsə, bu Solana'nın artıq statistikası ayrı aparılmalıdır. Ayrıca 10 ticarət olmalıdır ki, biz götür-qoy edə bilək. Neçəsini biz minusla bağladıq, neçəsini plusla. Ümid edirəm, bura kimi izah edə bildim. Odur ki, keçirik aşağı hissəyə. Bu hissədə qayıdıram mən market bölməsindən limit bölməsinə, yuxarıda gördüyünüz kimi sağ tərəfdə. Bu aşağı gəldikdə price bölməsi nə deməkdir? Məsələn, mən burada 130 yazıramsa, deməli aşağıdakı yazacağım koordinatlar 130 dollar qiymətə gəldikdə nəzərə alınacaq koordinatlardır. Növbəti instrumentə keçək. Fərz edək ki, biz artıq balansımızın 2% ilə, deyək ki, bizdə burada 500 dollar var, hazır 460 dollardır. Balansımızın 2% ilə risk edirik. Bu zaman
Gəlirik menyuya. Menyuda bu hissədə gördüyünüz kimi long position instrumenti var. Klik edirik. Bu hissədə də gəlib klik etdikdən sonra belə bir şey əmələ gəlir. Bunun orta xəttini görürsünüz də, bax, orta xəttini gəlirik. Fərz edək ki, bizim analiz etmişik. İndi bundan əvvəlki dərslərimizə baxıb analizi öyrənə bilərsiniz. Aşağıda da mən qeyd edəcəm. Bu arada da aşağıdakı linkdən qeydiyyat olub Binance-a keçid edə bilərsiniz, öz profilinizi aça bilərsiniz ki, xüsusi endirimlərdən də istifadə edə bilərsiniz. Mənim tərəfimdən sizə tövsiyə olunacaq yaxın gələcəkdə. Və bu orta xətti gətirib yerləşdiririk $130 civarında. Deyək ki, baxın, biz burada hətta deyək ki, $130 olmasın. Fərz edək ki, biz analiz etmişik ki, məsələn, qiymət 121, 122, 123 dollara gələrsə, biz pozisiya açmaqda maraqlı olacağıq. Deməli, həmin bu instrumentin qırmızı hissəsi o deməkdir ki, nə qədər itki itirməyə mən hazıram həmin bu rangedə, həmin bu diapazonda. Biz ki, $10 itki itirməyə hazırıq. Diqqətlə baxırıq, gəlirik məsələn, orta xəttini, həmin bax bu instrumentin orta xəttini yerləşdiririk. $121, məsəl üçün 55 sentdə. Baxın, bu qıraq kənar hissəyə baxsanız, siz burada onu görmüş olacaqsınız. $121, 55 sent. Və deyək ki, stopumuzu da biz yerləşdiririk. Fərz edirik ki, məsəl üçün bu zonada, əgər bu zonaya gəldisə, bu zonadan da təqribən, məsələn, burada biz müəyyən dərəcədə qiymətin geri dönüş aldığı bir nöqtələri görürük. $112-110 kimi, deyək ki, baxın, bu hissəyə kimi $112 kimi stop lossumuzu yerləşdiririk. Biz ki, dedik, 1-in 3-ə nisbətində olmalı. Deməli, bu qırmızı zonada bizim itkimiz nə qədərdirsə, nə qədər itki itirə biləriksə, məsələn, $10, $30 qazanmağa fokuslanmalıyıq. Yəni ki, aralarındakı nisbət 3 olmalıdır. Baxın, burada ratio yazılıb ortada. 0.92 kimi siz onu görürsünüz. Hətta mən biraz ekranı genişlədim. Deməli, baxın, ortada ratio yazısı var. Ratio-nu 0.92 kimi görürsünüz. Deməli, mən bunu yüksəltdiksə, baxın, ratio-da necə yüksəlir? 1, 2, 60, 2, 70 və gəldi bu hissədə dayandı. 3.08 edək. 3.08. Bu o deməkdir ki, baxın, nə baş verdi. Deməli, bu qırmızı hissədə mən itirməyə hazıram. Bu yaşıl hissədə də gəlirimi götürməyə hazıram. Əgər ki, qiymət, deməli, baxın, belə bir hərəkət edib, gəlib, məsələn, bu hissələrə toxunursa, deməli, mənim pozisiyam açılacaq və geri dönüş edib bu hissələrə gəlib, yaşıl hissəni keçsə, mən gəlirimi götürmüş olacam. Yox, əgər bu hissədən deməli, aşağılara getsə, mən itkimi yaşayacağam. Deməli, bu qədərlik bir hissəyə mən $10 itki yaşamağı yerləşdirməliyəm koordinatlarda. Bu qədərlik bir hissəyə isə mən $30 gəlir götürməyi yerləşdirməliyəm həmin bu koordinatlar bölməsində. Yaxşı, bəs bunu necə etməliyik? İndi diqqətlə baxın. Necə bunu etmək qaydasını sizə göstərirəm. Əgər biz gəlib yenidən həmin bu instrumentin üzərinə klik etsək, biz qırmızı və yaşıl zonalar görürük. Ən zirvə tərəf və ən aşağı tərəfində bunun yerləşən. Və baxırıq, həmin bu qırmızı xəttin düşdüyü bir, həmin bu qırmızı hissənin daha doğrusu düşdüyü qiymət nədir? Kənarda biz görürük $112.33. Yuxarıda da yaşılın zirvəsinin düşdüyü xətti biz görürük. Qarşısında $149.93. Deməli, biz əgər bu hissəyə, bu qırmızı yerə $10 itki yerləşdirmək istəyiriksə, baxırıq aşağıda neçə faiz göstərdi. Baxın, qırmızı nə yazılıbdır burada? Deməli, 7.58%. Yəni ki, bu nöqtədən aşağı 7.58%-dir. Bu nöqtədən yuxarı 23.35%-dir. Deməli, biz kalkulatoru açırıq. Baxın, bu işin incə sənəti budur. Bunu siz etməsəniz, siz yalnız və yalnız itki yaşayacaqsınız. Çünki biz hər ticarətimizdə $10 itirməyə fokuslanırıq. Məsələn, indiki variantda kimi. Bu ola bilər sizin balansınızda $10.000 var, hər ticarətdə $100 itirməyə fokuslanırsınız. Ola bilər ki, $100.000 var, hər ticarətdə $1000 itirməyə fokuslanırsınız. Və yaxud da ki, ola bilər $1000 depozitinizdə pul var, depozitinizdə və hər ticarətdə $10-20 itirməyə fokuslanırsınız. Yalnız bu fiks rəqəmləri ticarət edərək siz gəlirə çıxa bilərsiniz. Deməli,
O 10 dolları həmin bu qırmızı zonaya yerləşdirmək üçün baxırıq. 7.58% dərəcəsidir. Nə edirik? 10 bölünsün 0.0758. Bu da edir bizdə 131 dollar. Yəni ki, 131 dollar 92 sent miqdarında biz pozisiya açsaq, bizim həmin bu hissədə itirə biləcəyimiz məbləğ 10 dollardır. Və yaxud da ki, fərz edək ki, siz bu hissəyə 50 dollar yerləşdirmək istəyirsiniz, itirə biləcəyiniz məbləğ. Deməli, o zaman yenə də 50-ni biz bölürük 0.0758-ə. Deməli, 659 dollar miqdarında pozisiya açmalıyıq. Və yaxud da ki, buradakı miqdar ola bilər, nə bilim, fərz edək ki, 15%. O zaman, məsələn, 10 dolları böləcəyik biz 0. Artıq 15-dir deyənə, elə birbaşa 15-ə. Bu da olacaq bizə 66 dollar miqdarında pozisiya açmaq. İndiki vəziyyətə qayıdıram, mən yenə də 10 dolları biz risk edirik hazırki vəziyyətdə. Yəni ki, bu hissədə 7.58% dərəcəsində itki diapazonda biz 10 dollar itirməyə hazırıq. Deməli, 10 dolları bir daha bölürük 0.0758-ə. Nə qədər edir bu? 131 dollar 92 sent. Deyək ki, 132 dollar. Deməli, 121 dollar 55 sentə qiymət gəldikdə bizim üçün 132 dollarlıq pozisiya açılmalıdır. Gəlirik bura, yazırıq 121 dollar 55 sentə gəldikdə bizim üçün deməli 132 dollar miqdarında pozisiya aç. Hətta mən buradan x-i də dəyişirəm. Hətta gəlin 20x edək indi. Mənim balansımda 468 dollar var gördüyünüz kimi. 20-ci çiyin ilə mənim bu 458 dollarımdan 132 dollar pozisiya açılmağı üçün cəmisi cümlətanı 6 dollar 56 sent pul istifadə olunacaq. Yəni ki, baxın bura, kalkulyatora gəlirəm mən yenə də 6 dollar nöqtə 56 senti mən vurduqda 20-yə nə qədər edir? 131 dollar 20 sent. Yəni ki, bu ətrafda zaten aşağı yuxarı orada sent fərqi ola bilər. Bizdən pul çıxacaqdır. Yəni ki, 20-ci çiyin o deməkdir ki, bizdən nə qədər pul çıxacaqsa, onu nə qədər pozisiya açmaq istəyiriksə, onu 20-yə bölürlər. Əldə edilən məbləğ bizim balansımızdan çıxır və bu bizə kömək edir. Çiyinləri istifadə edərək hazırda bizim balansımızdakı olan pul ilə bir neçə tokeni birlikdə ticarət etmək. Lakin işi bilməyənlər, bu düsturu bilməyənlər gəlirlər elə bir token seçirlər. Burada məsələn 30-cu, 40-cı çiyini seçirlər. Bu aşağıdakı bu aldadıcı bu faiz göstəricisindən də istifadə edirlər. Məsələn 50% seçirlər. Baxır ki, məsələn mən 20-ci çiyin ilə bu dəqiqə 50% depozitimin hissəsi ilə pozisiya açsam 9000 dollarlıq pozisiya aça bilirəm. Aydın məsələdir ki, 9000 dollara daha çox gəlir əldə etmək olur, lakin biz risk menecmenti pozmuş oluruq. Biz nəyi pozmuş oluruq? Əlimizdəki pulun yarısını itirərək həmin bax bu 10 dəfə ticarətdən məhrum olmuş oluruq. Biz mütləq şəkildə ticarət etməliyik depozitimizin 2%-ləri ilə, 1%-ləri ilə ki, biz çoxlu sayda ticarət edə bilək və çoxlu sayda ticarət edə bilirik deyənə hər 10 dəfəsindən 7-sini biz artıq hətta itirməklə 3-ündə cəmi uğurlu olmaqla gəlirdə qala bilirik. Bu səbəbdən dolayı mütləq şəkildə çiyini ağılla, başla istifadə etmək lazımdır. 20-ci çiyin hazırki vəziyyətdə bizim üçün çox-çox əlverişlidir və biz 6 dollar 56 sent istifadə edəcəyik, yəni 132 dollarlıq pozisiya açmaq üçün 6 dollar 56 sent istifadə edəcəyik, yəni ki, bizim balansımızdan 6 dollar 56 sent çıxacaq və bizdə burada 452 dollar nə qədərsə qalacaq və cross marja seçdiyimiz üçün pozisiyamız plusa getdikcə həmin bu miqdarın üzərinə gələcək, minusa getdikcə həmin bu miqdardan çıxacaq və 10 dollarlıq minus yaşadığımız halda 10 dollar cəmisi minus ilə pozisiyamız bağlanacaqdır. Uğursuz oldu, lap əla. Hefslənməməliyik. Bu bizim sistemli şəkildə belə deyək ticarətimizin bir hissəsidir və növbəti ticarətimizə keçid almalıyıq. Odur ki, 121 dollar 55 sentə gəldikdə qiymət, baxın burada qeyd edirəm, 132 dollarlıq pozisiya aç mənə və bu hissə take profit stop loss var. Hansı hissələrdə mən
gəlirimi götürəcəm, hansı hissələrdə stop loss yaşayacağam. Bura klik edirəm, qarşısında advanced bölməsi var. Advanced-da klik edərək bu hissəyə gəlib çıxırıq biz. Arxada baxırıq ki, hətta mən ekranı biraz indi balacalaşdırım, əvvəlki vəziyyətinə qayıtsın. Advanced bölməsinə klik edirəm mən. Görürük ki, baxın, kənarda mənim hələ də görsənir həmin o yaşıl və aşağıdakı qırmızı qiymətlərim. Həmin bu instrumentin mənə verdiyi. Take profit bölməsinə, yəni biz üzü yuxarı pozisiya açırıq deyənə buy long bölməsini yazmalı. Əgər biz üzü aşağı pozisiya açsaydıq, sell short bölməsində bu detalları qeyd edərdik. Deməli, biz üzü yuxarı açacağıq deyənə buy long bölməsində gəlirik bu hissəyə 140, deməli 149.93 yazırıq. Deməli, bizə nə təqdim edir? Baxın, ekranı böyüdək. 30 dollar 65 sent götürəcəyimizi göstərir, əgər qiymət ora gələrsə. Aşağıda da ki, nə qədər idi bizim stop lossumuzun qeyd olunduğu yer, yəni ki, haradakı 10 dollar artıq minus yaşamaqla pozisiyamızı bağlamalıyıq, əgər qiymət tərs bir tərəfə getsə, 112 dollar 33 sent. Baxın, bu hissədə görürük biz onu. Deməli, 112 dollar nöqtə 33 senti də burada yazdıqdan sonra görürük ki, 9 dollar 95 sent risk etməklə 30 dollar 65 sentə biz fokuslanırıq. Yəni 10 dollar itirməyi gözə alaraq 30 dollar qazanmağı fokuslanırıq. Budur bu işin incə sənəti. Confirm edirik. Confirm etdikdən sonra da buy longa klik edərək artıq aşağı baxın bu orders hissəsinə gəldikdə görürük ki, bizim artıq pozisiyamız hazır vəziyyətdə durub gözləyir. Yəni ki, 121 dollar 55 sentə qiymət gəlib çıxdıqda bizim 131 dollar 28 sent miqdarında burada artıq birja doz komissiyasını çıxıb müəyyən qəpiklərlə pozisiyamız açılacaqdır və take profit view stop loss bölməsinə də view-ya klik etsək baxırıq ki, biz deməli 132 dollar biz pozisiyamızı açmışdıq axı. Deməli 149.93-ə gəldikdə biz 161 dollar götürəcəyik. Yəni 132 dolların üzərinə 30 dollar gəlməklə bu qədər pul götürəcəyik. Yox, əgər 112 dollara gedərsə 121 dollar. Yəni bizim 132 dollarımızdan 10 dollar çıxılıb bizə 121 qaytaracaqlar. Və beləliklə də biz əvvəlcədən artıq təyin etmiş olduq. Hansı bölmədə biz öz gəlirimizi götürəcəyik, hansı bölmədə biz itkimizi yaşamağa hazırıq. Yalnız və yalnız və yalnız və yalnız bu yol ilə siz bu göstərdiyim düstur ilə artıq uzun vadədə necə deyərlər, gəlirdə qala bilərsiniz. Buna mütləq şəkildə riayət etmək lazımdır. Buna mütləq şəkildə ayaq uyduraraq, necə deyərlər, öz ticarətinizi həyata keçirmək lazımdır. Budur bu işin incə sənəti. Ümid edirəm hər kəsə maraqlı oldu. Bir daha aşağıdakı linkdən qeydiyyat keçə bilərsiniz və digər videolarımızı da izləyərək bundan əvvəlki videolarımızı daha detallı strateji biliklərə sahib ola bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə hələlik deyirəm.